Vay be. Krallar gibi yaşıyorsun be Dursun. Herkes sana hayran değil mi? Bak. Şu manzaraya bak ya. Kartpostal gibi namussuma. Hadi bırak gevezeliği şimdi. Düş bakalım yola. Akşam için yemeğimizi hazırlayalım. Balıklarımızı alalım. Hadi bakalım. Yola yılan olalım. Heh. Oh. Dur bakayım. Sağlam. Hah. Kapını sağlam tut, kimseyi hırsız tutma. Hadi bakalım. Esmerim. Lan şşş. Hey. Ben seni hatırladım ha. Sen beni hatırladın mı? He? Vay koçum benim ya. Ne yapıyorsun? Ulan ne zaman geçti görüşemedik ya. Neydik bir zamanlar değil mi senle? Kara Şimşek vardı bir tane, bir de biz vardık. İyi gördüm seni ha, maşallahın var. Bak, ileride param olsun. İlk işim gelip seni buradan alıp tamir ettireceğim. Tamam mı koçum? Söz. Hadi sen kendine iyi bak. Görüşürüz. Hoşça kal. Vay be, maşallah var ha. Hala iyi gördüm ama iyi gördüm ya. Of iyi gidi günler. Salamız və dəyərli dostlar, mən Rəvan. Bu da bizim yerli soğan. Dəyərli dostlar, bu soğanın bilirsiniz insan orqanizmi üçün nə qədər böyük faydaları var. Hələ sizə məşhur Gədəbəy kartoşkasının dadından danışmıram. Çalışın hər zaman sağlam qidalanın. Bugün sizə sağlam yaşamın sirlərini öyrədəcəyim. Ana! Revan! Vay be! Revan! Ulan her yerde revan ya. Yatakta revan, sokakta revan, kasapta revan, parkta revan. Ya her bir yerde karşımıza çıkıyorsun. Bu çık git hayatımızdan ya. Bir git. Çekil. Çık hayatımdan. Revan. Sen revan, ben oldum duman. Şşt, şşt. He. Allah Allah, kapat. Kapat onu. Şşt. He. Git. Bu olmuş reva, ben olmuşum duman. Oo. Yenge. Ablacığım, balıklar taze mi? Bunlar taze mi? Balıklar evet təzə. Görmürsən çırpınır orada, yazıqlar nəfəs alır. Dursun. Yox, durmasın, keçdi. La havle ve la. Ya sana ne? Ya bırak ya. Karışmasan benim işime. Allah Allah. La havle ve la ya. Yürü git. Yürü. Hadi şuradan 2 tane bana ver de gideyim ha. Ulan. Mən sənin xasiyyətini bilirəm. Mən sənə balıq verməm. Sən balıqlara aparırsan, pişirirsən, yeyirsən, qarnını doydurursan, sonra da gəlib deyirsən balıq köynəkdir. Bu balığın gözü de yok bir kere ya.
Bir de taze balık diyorsun. Olacak iş mi ya? İstemiyorum ya. Senden balık istemiyorum. İstemiyorsan git denize oradan balık tutanlardan al ye. Sen balığın da batsın, sen de bat. Git Oh, git oh! sen. Heç bilirsiniz bu heykelin nə qədər qiyməti var? Ən azı 5 milyon. Niye la baha? Sən belə şeyləri başa düşməzsən. Səninki elə paltar dükanlarını gəzməkdir. Bir də hansı paltar, hansı dükanda neçəyə satılır. Bu əsərdir, əsər. Əsər? Bu da əsər. Belə əsər olar. Elə bir Buddanın heykəlidir. Adam istəyir qabağında əyilib ibadət eləsin. Əsərə bax, 5 milyon. Ta, bəs bu heykəl bahalıdır yoxsa sən? Buyur. Bu heykəlin mənim kimi axmaq sual verən oğlu olmadığına görə o məndən bahadır. Başa düşdün? Təlxək oğlu, təlxək. Gel buradan. Bəkir müəllim, uşağın xətrinə dəyməyin. Bir şey soruşum. Bu heykəlin qiyməti doğrudan 5 milyondur, hə? Hə, dur buradan çıxın. Hələ öz işinə məşğul olsun. Gəl oğlum, gəl. Bunun heykəlinə bax, 5 milyon. Verdiyin tərbiyədir də. Göt, göt. Bunun doğrudan da qiyməti 5 milyondur. Ən azı. Deyirdin sat, tez satarıq. Buyur. Satarım inşallah, adam var, danışmışam. Yaxınlarda onu verəcək. Dəqiq. Dəqiq. Buradayım. Hadi. Ben buradayım burada. Hadi getir. Kuzuları getir. Ha? Hadi. Bekliyorum. Şşş. Nereye gidiyorsun? Şşş. Gelsene. Ya ne döndün? Nereye gidiyorsun sen? Lan bugün var ya, ne talihsiz bir gün ya. Anlaşıldı, biz bugün balık yemeyeceğiz ha. O kadını, o da vermedi balığını. Zaten köhne balıklar. Ve vermezsen vermeyin ya. Ben de kendim tutuyorum balığımı. İşte, batın orada. Batın. Ya, senin benim balığının da senin de. Dursun, Burada benim. Beni çağır. yakınlaş bura. Hadi lan yürü gidin, sizde işim olmaz mı? Kurtuldun mu?
Yok, birazdan biliniyordu yani. Kurtulmamışız daha. Ay köpək oğlu. Kim oxşadı bu dəcəllikdə? Gel. Amirim, şimdi ben bir anlatayım böyle her şeyi sana bir güzel, tamam mı? Aşağıdaki arkadaşlara da hepsini anlattım. Bak şimdi şöyle oldu. Ben sabahleyin kalktım, pazara gittim balık alayım diye. Balıkçılar bana balık vermiyor. Vermiyor arkadaş. Orada bir tane aramızda kalsın affedersin, uyuz bir kadın var. Hı. Ona gittim hani ondan balık alayım. Balıkların hepsi bayat. Kokuyor. Aldım birinin gözü bile yok balığın bak. Dikkat et yani. Kovdu beni oradan. Almadım tabii. Git dedi oradan. Git. Git dedi denizin kenarına. Oradan dedi balıkçılardan madem istiyorsun oradan al dedi. Tamam mı dedim ya. Gittim ben de. Gittim balıkçıların oraya. Baktım oradan şimdi böyle tekne geliyor. Geliyorlardı, birdenbire döndüler, arkalarını kaçtılar gittiler. Balık, bana da balık vermediler onlar. Şikayetçiyim onlardan. Amirim. Dursun Bey, dedin, tutardım. İndi mən dinle. Yoklama zaman belli oldu ki, sen heç bir günahın yok. Ya, Sen serbestsin. valla. Ama bir senden ricam var. Buyur amirim. Bir balaca içkini azalt. O seninle saçma ne sakalla yanaşır. Oldu? Şimdi sakal, saç, tamam. Keseceğim de yani bak ilk parayı bulduğumda sakalımı, saçımı keseceğim. Ha. İçki de bıraktım zaten. Elimden aldılar arabaya koydular ama giderken alacağım o. Ağırlık yapmasın onlara. Narahat olma, sakalı tapşırırım 40 alır. Tamam amirim, gidebilir Gidebilirsin. miyim? Sağ ol. Allah Azerbaycan'ı ve polislerimizi korusun. Allah zeval vermesin amirim. Sağ ol, sağ ol. Götürüyor. Gidiyorum ben değil mi? Tamam. Mən gedəndən sonra sən bu heykələ yaxın gəlsən, bu heykəlin başına bir iş gəlsə, özündən küs. Səni heykəl eləyərəm. Mənə doluyursan, dəyyus! Gəl birdən! Hey gidi Dursun. Sen bu hallere düşecek adam mıydın ha? Nereden nereye? Neler yaşadın, neler gördün. Şimdi ne haldesin? Ulan yakışıyor mu sana? Şu haline bir bak. Utanmıyor musun halinden? Sen ne günler yaşadın Dursun? Ta yukarılardaydın. Dibe vurdun ya. Dibe? Daha bunun dibi yok. Öl kurtul o zaman. Yapma bunu. Bak bir kendine gel. Lafımı dinle. Sen daha ilerini yaparsın. Umudunu hiçbir zaman yitirme Dursun. Yarın bu hayata bir son ver. Yeni bir hayat kur. İş bak, iş bul. Eski günlerine geri dön. Bak,
Yaparsın sen bunu ya. Bak inan ki bana yaparsın. Daha önce de yapmadın mı? Yaptın. Ya bu Bakü'yü bir... Bak en yukarıdan bakıyorsun ya Bakü'ye. Git daha da yukarıdan bak. İnsanlar sana yukarıdan bakmasın. Sen onlara yukarıdan bak ya. Kibirlenme ama yok. Kibir yok. İyi insansın sen be Dursun. Ha. Yarından tezi yok. Kendime güzel bir hayat yolu çizeceğim ve iş bulacağım arkadaş. Bəkir. Ay Bəkir. Bəkir. Sən niyə burada yatırsan, ha? Bu heykəl bu evə gələni daha yanımda da yatmırsan. Dur gəl yervə. Sen bu heykelin ne kadar değerli olduğunu hala da başa düşmemişsin. Ben onu burada koyup orada yatabilmeliyim. Başa düşürsen. Bəs mən sənin üçün dəyərli deyiləm, hə? Değerliyse. Sana danışsan. Ama sen 2 milyon kıymetin yoktur. Selamun aleyküm. Aleykümselam. Ya dışarıda bir kapıda yazı gördüm de çalışmak için müracaat etti. Eğer eleman almadıysanız ben talibim. Çalışmak istiyorum. Çalışaram bir köməklik eləyim. Ha, sağ olasın ya. Yardımcı olursan çok teşekkür ederim. Sağ olasın. Bir-birinizə yaxşı baxın. Heykeldən müğayət olun. Yaxşı ata, narahat olma. Bəkir müəllim, siz nə gözəl atasız. Bu kişinin qədrini bilin. Rəhmətli, atam yadıma düşdü. Sən at onu gör, gəl otur maşına çıxar gedək. Narahat olma. Heykələ gözüm üçün baxacam. Sağ-salamat gedin gəl. Evet, şurası güzel. Sota bir yer. He? Oturalım bakalım. Oh. Vay be. Hangi hattayız? Pizza hattayız. Vay. Vay, şunun güzelliğine bak arkadaş. Sana nasıl kıyıyorlar ya. Ulan çok güzelsin ya. Millet ağzının tadını biliyor ha. Pizza Hut. Çok güzelsin maşallah.
Bəkir, Bəkir müəllim, sizin müraciətinizdən sonra mən sizin haqqınızda maraqlandım. Sizə elə gəlmirmi ki, sizdə monotonlaşma gedir və sizin şəhvətə ehtiyacınız var? Bax, indi baxıram, nə qədər gözəl xanımsan sən. Əlin ver mənə. Əlin bir dəqiqə uzat. Əlini uzat. Siz nə danışırsınız? Bəkir müəllim, siz elə gəlmirmi ki, siz psixoloqla danışırsınız? deyirəm nə yaxşı razı oldun bu gəzməyə. Çoxdan da heç yerə getmirdin. Nə qədər olar, elə ev, iş, ev. Biraz da gəzəydi. Düz deyirsən. Arada özümüzə də vaxt ayırmalıyıq. Bebişko, buradan çıxanda mənə nə alacaqsan? Sənin ürəyin nə istəsin? Yadındadır, mənə nə söz vermişdin? Nə söz vermişdim? Söz vermişdin ki, mənə brilyant alacaqsan. Brilyant. Brilyant da brilyant üzük. Brilyant üzük. Alarsan. Nə brilyant, nə üzük? Eşitmirsən? Bilmirsən nə üzük, nə brilyant. Brilyant üzüyü də barmağa taxırlar. Ələ salmısan məni. Nə üzük? Sən ikincisini ələ də salarlar, lap gözün də çıxardarlar. Yaxşı, yaxşı. Neçə dəfə sənə demişəm ki, o balacı cüvəllığını qoyma hər şey əlini vursun. Uşaqdır da. Dağıdar, sındırar. İndi onun o vaxtıdır da. Neyniyək, öldürməyəcək ki. Evet, sənsən onu qudurdan. Söz deyən kimi də uşaqdır, nə bilim, öldürməyəcək ki, evdə dağıtmadığı şey yoxdur. Yəni, dağıtmadığı dedim, birdən heykəlin də başına oyun gətirər, ha? Narahat olma. Heykələ yaxın getməz. Görmür üstündə əsirsən, qoruyursan onu. Hə, o da var. Deyirsən əl olmaz? Narahat olma. Narahatam mən. Oo arkadaşlar, ne haber? Nasılsınız ey çak? Bak, atalarının fotoğrafını yapmışlar, oraya koymuşlar. Sen hiç öyle hikaye. Hadi bu anı bir değerlendirelim. Şerefe dostum. Dur sana ilk temizlik yapayım. Oo, parlasın be. Ah, parlasın deyince hadi parlatalım o zaman. Bak bu da bitince seni içeceğim ona göre. Buyur arkadaşım, buyur canım. Bak görüyor musun şarapların kralı. Şarap koymuşlar oraya. Gel böyle. Ben de şaraplara baktım böyle. Tamam ya, istemiyorum ya. Kaç kuruşsa verelim. Para olsa vereceğim ama para da yok. Hadi eyvallah ya. Oo. Atam 2 gün istirahətə gedib, ev bizlikdir. Sabah parti keçiririk. Rəşad, bu kimin heykəldir belə? Ay, nə bilim kimin heykəldir, əl falan vurmayın, qırıb eləyərsiniz, atam bizi öldürər. Ay, eləməyin. Eləməyin. Ay, eləməyin. Eləməyin. Deyəcəm, qorxuram. Eləməyin. Ay, qırarsınız, 2 milyonluq heykəldir. Ay, eləməyin. Ay, eləməyin. Ay, nə getdi? Siz neynədiniz ala? Atam bizi öldürəcək, xəbərim var. Hələ o biçinə var. Neynədiyəm indi biz? Tam sən denədin, buna bax. Vay be ulan ne güzel. Ne güzelsin sen be Bakü.
Sen bana bakıyor, ben sana bakıyor. Espri yaptım, bakıyor espri. Ay senin Allah belanı vermesin ulan. Ulan pis mahlukat lan. Lan senin yüzünden her şey bitti lan. Bak bir şey kalmadı lan. Sırası mıydı bağırıp çağırmanın? Git başka yerde kavga et. Tüh sana ya, yazıklar olsun be. Bittin lan sen Dursun, bittin ya. Ulan bir yakalarsam var ya, mahvedeceğim seni ha. Mahir, sənin tanıdığım günə Qaradaş düşəydi, Qaradaş. İndi gedək görə bu heykəltaraş düzəldə biləcəyimi. Düzəldə bilməsə evimiz yıxıldı. Salam mütəllim dayı. Salam. Dün axşam sizə zəng eləmişdik. Sizə dediyimiz heykəl budur. Bu heykəlin özüdür, bu da onun qırıqlarıdır. Bu heykəl sabah axşama hazır olmalıdır. Yox o. 2 həftədən tez düzəldən verəm mən. Mütəllim dayı, xahiş edirəm sizdən. Bax, nə qədər pul lazımdır verməyə hazıram. Yetər ki, sabah tezdən bu heykəl hazır olsun bizdə. Atam heykəlin qırıldığından xəbər tutmasın. Ay oğul, bu oyuncaq deyil, təmir edib qaytarasan. Qırıq-qırıq edib heykəli gətirmiş üstümə ki, al bunu qayır. Bir günü mən bunu necə eləyim? Mütəllim dayı, heç olmasa bu heykələ bənzəyən başqa bir yer tanımırsınız? Yox, belə heykəllər bir nüxsə olur, ona görə də bunun qiyməti bahadır. Rəşad, başqa çarəmiz yoxdur. Atan gəlində hər şeyi danışarıq, o da yoluna qoyar hər şeyi. Mahir, Hə. heykəli paramparça elib qoymuşsan ortalığa. Hələ sənin üzün də var danışmağa. Mən heykəli atam xəbər tutmasın deyə çalışıram. Atam bilsə bizi öldürəcək, xəbərin var? Mütəllim dayı, onda siz heykəli hazırlamağa başlayın. Nə vaxt hazır olar, xəbər elərsən, gəlib apararıq. Amma qurban sizə, bacardığınız qədər, nə qədər tez olsa bir o qədər yaxşıdır. Yaxşı, görürəm pis vəziyyətdəsiz, çalışaram ki, tez olsun. Əlimdən gələni əsirgəmərəm. Sən deyə bilirsən ki, heykəl Bakıdadır? Araşdırmalarıma görə Bakıdadır. Yaxşı. Bəs onu biz necə əldə edəyik, hə? Harda olur olsun. Mən onu tapıb ortaya çıxaracam. Amma bu ya hansısa bir kolleksionerin əlindədir, ya da ki, kimsə götürüb baha qiymətə satmaq istəyir. Amma siz arxayın ola bilərsiniz. Hər az söhbəti də yoxdur. Olsa, birinci mənim məlumatım olacaq. Qulaq as. Bu işi səssiz səmirsiz həll edirsən. Eşitdin? Səssiz səmirsiz. Payına çatanda götürürsən artıqlamasını. Amma sıcaq ya. Bırak Dursun. Ulan Dursun ya. Senin neyle fırıncılık ya? Allah Allah. Senin neyle çalışmak? Git çık sana ya. Bırak buraları. Bu işler senin işin değil. Sen bu işleri yapamazsın. Allah Allah.
Ha, işin yoksa şimdi bir de hamur yap. Birileri gelmeden hamur yapayım bari. Ya un da bitmiş. Dursun, bura gel. Mən səni bura nəyə gətirmişəm? Xəmir qatıb, çörək pişirməyə. Nə? Get tezələ meşuqları götür, çıx çölə. Get onları götür, çıx çölə, çıxırsan işte. Ben de un getirecektim, zaten bitmiş. Hadi göt meşuqları götür, çıx işte. Şuna bak ya, yok hamuru yap, pideyi yap, şunu yap, bunu yap. Dursun, heç xəcalət çəkirsən, heç utanırsan. Hadi, bu boyda ikisi onu sən zay eləmirsən, sən xəbərin var. Tam ben bunu aldım, Gözlər. bunu düşerken tutayım dedim, olmadı. Buradan elə gedirsən, gözüm bir də səni görməsin. Defol burada! Tamam be, tamam ya, Unu da sen olsun, fırını da sen olsun ya. Abi bu çatmırdı. Məhvoldum. Rəşad! Neynədin Rəşad? Ay görmədim, sən öyle görmədin. Abdən bax şöyle yaşayır. Yaşır sənə. Yaşır! Tamam. Ya kusura bakmayın, böyle dalmışım birden yola çıkınca. Sizi fark etmedim, arabaya çarptım. Bir şey olmamıştır inşallah. Hadi, sizi yolunuzdan alıkoymayayım, eyvallah. Əmi bir dəqiqə. Əmi sənə bir təklifim var. Teklif mi? Ne teklifi? Yani eğer işin ucunda para, pul filan varsa yapabilirsem olur, niye olmasın yani? Paranın pulun nə əlası var? Yetər ki sən istə. Gerçekten mi? Gerçəkdən. Hadi o zaman gidin. Əmi keç maşına başına hazır. Aç qapını. Nasıl olacakmış? Ne yapacağız? Hər şey yapacağım. Oy, yavaş oğlum, yavaş. Mahir, tez elə. Otururam. Yani var ya, bu yaşıma kadar her türlü işte çalıştım, her türlü iş yaptım. Ama bu yaşıma geldim, heykel olmamıştım. Şimdi bir de heykel oluyoruz ya. Ya Dursun abi, hər şeyin bir iki var. İndi çalışda qarşında da pulunu verəcəm də. Dağılmadık ki. Alacaqsan da, sən dediklərimi elə alacaqsan. Suya yaz al. Abiciğim ne yapıyorsun? Tamam. Bak iğne batırıyor ya. Tamam, diqqətli ol. Tamam. Hesapta bunlar yok da. Ben gedim bir heykele bakım. Get. Oğlun darıxıb sənin üçün. Sen benim işime karışma. Get uşaqları oyat. Dinən viskimi de getirsinler. Yaxşı. Danışığına zadına bak. Oğlum. Biz gəldik.
Əvvəla narahat olmağa səbəb çoxdur. Ən əsası da heykəl. Satandan sonra Nədir? Nə göz qaşı edirsən? Qonağınız gözləyir, deyim gəlsin. Kim? Sima. Sənin başın xarab olub. Sən burada nə edirsən? Darıxmışam. Dedim gəlin bir sevgilimə baş çəkim. 3 gündə ara yoxa çıxmısan. Yavaş ol. Zənglərimə də cavab vermirsən. Yavaş ol, eşidən olar. İşim olmasaydı mən niyə yoxa çıxım ki? Məndən vacib nə işin ola bilər? Bəbiş, bu nədir belə? Heykəldir də görmürsən. Kimin heykəlidir? Mən nə bilim kimin heykəlidir. Amma onu bilirəm ki, çox bahalı. Bahalı? $20.000? 200.000? Nə 20.000, nə 2.000, nə 200.000, 2 milyon. 2 milyon? Dollar. Dollar? Bəli. Sən də deyirsən ki, hardasan? Bəbiş, mənə nə alacaqsan? Sən nə istəsən? Maşınımı təsəlmək istəyirəm. Maşın böyük maşın. Yəni KAMAZ, 2 maşın, sement, 2 böyük maşında şebel. Qeyd elə özümdə gəlib yoxlayacağam. Sən burada nə Və işin? şebel. Görmürsən işləyir. Bu Sənəm xanım, yəni Sima xalan məndən işləyir, biz burada işləyirik. Sən burada nə edirsən? Mən gəlib hər şeyi anama deyəcəm. Nəyi deyəcəksən? Biz bir yerdə işləyirik, gəlib iş barəsində söz soruşmağa. Anasına deyəcək. Nə deyəcəksən anama? Hala, getir buradan. Sən də yavaş-yavaş çıxaralım. Mal yedindən səni yola çalsın. Bəs maşın? Nə maşın? Semi? Yox, o maşın işdə danışacaq. Bəs necə? Vəkil müəllim, mən onlara dedim ki, bizim məhsulları görmək istəyirsinizsə, gəlin bizim mağazaya. Burada biri-birindən gözəl, keyfiyyətli gözəl mallarımız var. Ev üçün, bağ üçün, istədiyi hər şey burada taxmaq olar. İşte orasındadır ki, su qiymətinə, ucuz. Qurtardın? Hə. Bura gələndə eliksir içmirsən sən? Hardadır səndə bu qədər enerji? Bayaqdan qoymusan üstünə dır. Mənim qurub yatdığımı mənə tərifləyirsən sən? Salam Bəkir müəllim. Əleykümselam. Hər şey çatır, hər şey var. Bəli, hər şey qaydasındadır. Mənə soruşan olmayıb? Xeyr. Narazı olan yox? Xeyr, hər şeyimiz var. Hər kəs də bizdən razıdır. Bizə tərif lazımdır. Tək ki sən ev tik, ev qur. Ev qur həmişə sənin arxandadır. Sağ ol. Sağ olun Bəkir müəllim. Nə oldu bəs? Sağ ol. Sən söz vermişdin, demişdin hə? Demişdin, nə demişdin mənə? Demişdin ki, yaxşı bir planın var, nə bilim, nə var? Heykəl qalıb əlimizdə, sata bilmirik. Bax, nə bax? Heykəl qalıb əlimizdə sata bilmirik. Bilirsən, bu tək... Bəkir müəllim, mən bunu oxumuşdum. Heykəl qalıb əlimizdə sata bilmirik. Bu təkcə mənim problemim deyil, sağ ol. Sən başa düşürsən mən. Narahat olma, bir həftəyə satacağım. Necə satacaqsın? Gəldi.
Kim gəldi? Alıcı gəldi. Əlində də milyonlar. Gəl içəri. Salam dəyərli izləyicilərim. Sizə təqdim etdiyim bu heykəl dünyada analoqu olmayan ən qiymətli heykəldir. Əzizlərim, mən baxan kimi bildim ki, bunu tez satacağam, ona görə də elə satmamışdan oynamaq istəyirəm. Salam yaraşıq. Əlimizdə videosu var. TikTok'a qoyulub. İndi atırıq. Evin bütün konumu, hər şey əlimizdədir. Bəşir müəllim, Məşdi əmin nəvələridir. Gəliblər heykəl görsünlər. Mənim ağıllı balalarım, gedirsiniz, amma heykələ əl vurmaq olmaz ha. Get. Ardımca. Getdi. Bibi gəlib heykəlin qabağında oynayandan sonra heykəlin vaxtı açılıb, ziyarətgaha döndəriblər bunları. Yenge! Yenge ben! Ne var ya burada konuşacak ya? Allah Allah! Sanki hayatımda ilk defa hıyar yiyen bir heykel görüyor ya. Hə, Şef, heykəlin yerini tapmışam. İş adamı Bəkirin evindədir. iş adamı Bəkir. Qulaq as, nəyin bahasına olursa olsun, biz o heykəli ələ keçirməliyik, eşitdin? Mənə düzgün plan lazımdır. Şef, əvvəlcə Bəkirin evinə alıcı olaraq gedirik. Heykəlin harda olduğunu öyrəndikdən sonra Bəkirin evinə kimlər girir, kimlər çıxır, Bəkirin zəif nöqtəsi nədir? Bunların hamını öyrənirik. Ondan sonra səssizcə girib heykəl oradan götürürük.
Şef, belə bir şey də var. Onların hansısa işçilərini pulla almaq olar. Aferin. Məndən çox şey götürübsən ha. Gedin onda səssiz, səmirsiz məsələni həll edin. Aydın. Narahat olmayın, qorxulu bir şey yoxdur. Sadəcə olaraq qorxub, biraz stres keçirdib, ona görə də dili tutulub. Bu nədən qorxa bilər? Bunda qorxan üz var. Mənim indi ona danışa bilməyəcək. Dərmanlarını vaxtında qəbul etsin, bir də çalışın sakit bir yerə aparın ki, dincəlsin. Sakit yerə. Bu nədən qorxa bilər? Bunda qorxan üz var. Bəşir müəllim, belə çıxır ki, xanım heç vaxt danışmayacaq. Oğlum, o sifət ki sənin ananda var, danışacaq. Hər şey yaxşı olacaq. Buyurun doktor. Sağ olun, Allah şəfa versin. Sağ olun. Hoş geldin. Sağ olun. Hoş gördük. Bu da əsər. Əslində bunun qiyməti onun yaşı ilə bağlıdır. Bu qədim Yunan məktəbidir. Müəllifi bilinmir. Deyirsiniz, hətta müştərisi də var. Örtülü bazar dostluğu pozar. Bu mənə 2 milyona başa gəlir. Ancaq mən onu 5 milyondan aşağı vermərəm. Neçə? 5 milyon. Ağsaqqal, bu 5 milyonla 2 milyon fərqi bilirsiniz nə qədər? Qiymətləri biz təyin edirik. Neçəyə deyərik, o qiymətə də olar. Endirim eləməyəcəksiniz siz indi. Xeyr. Qədimliyi nədə bilinir bəs bunun? Mənə alanda, bax, bu yerlərinə fikir verirsin. Hansı? Baba, o yerlərində bir balaca elə bir... Hansı yer? Hansı yer? Bir dəqiqə, imkan ver də. Asıqım, bağışlayın mənim. Yox, ancaq yox. Yaxşı, onda icazənizlə biz gedək. İnşallah görüşərik, hə? Görüşəcək. Görüşəcək. Çox şad oldum. Sizi kimi gözəl insanla mən tanış oldum. Şad oldum. Sağ olun. Nə danışır? Qardaş, mənim bunlardan gözüm su içmədi. Xoşum gəlmədi. Sənin planındır, sənin gördüyün iş sənin də adamlar. İndi gözün su içir, içmir mən. Pulunu ver, mal alır da. Baxarıq. Anam, oy. Haydi, ona. Diğer tarafı.
Ne var lan? Uyuyacağım ya. Ay senin lan ya. Sağ olun. Bu vaxtlar bunları suluyurlar həmişə belə. Ha ne edirsən sen? Ne? Ne oldu be? O məni görür, mən Kim görür seni? mənə baxır. Heykələ bax, heykələ bax, heykəl. Sən biraz dincəl. Yaxşı, sən biraz dincəl. Mən suluyuram, get dincəl. Salam Bəkir müəllim. Nə olub buna Bəkir müəllim? Hə? Nə olub ala sənə? Heykəl görür. Nə heykəl? Aha. Heykəl. Bəkir müəllim, onun bir dənə çarəsi var. Mənim dayım oğlu var, onun qaynatası rəhmətə getmişdi. Meyri görüb qorxmuşdu. Aparlar çıldağa sağalır. Deyirəm, bəlkə bunu da aparaq çıldağa sağalsın, hə? Necə düşünürsünüz? Arkadaş, nereye düştük biz ya? Nasıl bir iş bu ya? Beni gören korkuyor, şak bayılıyor. Beni gören şak düşüp bayılıyor ya. Ulan hayatınızda hiç heykel görmediniz mi ya? Ah. Qorxan insan hıçqırır. Gəlir bu hıçqırığını kəssin, sonra aparaq bunu qorxudaq. Qatdım aləmi bir-birinə mən. Nə məsləhət görürsünüz? Aparaq aparmayaq, hə? Sən get. Hara? Çimləğa. Özü bir çimləğa. Əvvəlcə özü bir çimləğa elə. Bəlkə mən gedirəm. Sən get dincəl. Dincəl mən suluyuram. Gel bakalım. Sakin. Gel. Biri dəli. Qırılmışların hərəsi bir cür dəlidir. Həmisi oğlum neyikdən qoy. Ya vallahi bittim, tükendim artık ya. Anlamadım ya. Ya açlık bir taraftan, yorgunluk bir taraftan. Bunlar beni öldürecek ya. Ben böyle, ya keşke kabul etmeseydim ya. Of ya. Aman. Oh kemiklerim. Bax Dursun abi, sən nə yerindən tərpənəsən bax? Evdə o başa, bu başa. Bilmirsən atam evdədir, bilsə məni öldürəcək. Ya kardeşim, karnım aç, karnım anlamıyor musun sen ya? Bir şeyler getir de atıştırayım ya. Oo, vallahi öleceğim açlıktan ya, hadi. Səbirli ol, atam gil biz birazdan gedir. Onlar getsin gətirəcəm, keç yervə. Getireceğim mi? Gətirəcəm, söz, keç yervə. Neyse hadi geçeyim bak. Ayaküstü bir şeyler atıştırayım bari orada. Gerçekten açlıktan öleceğim ha. Hadi yardım et de çıkayım yerime. Bir də sənin evdə gəzən görmüyor. Sen bana bir dolma molma bir şeyler ver, ben burada
Ben buraya ayaküstü götürürüm bunu ya. Yaxşı. Bir de şey getir ya. Drink. Ha? Aslanım benim. Haydi lan. En kral heykel burada. Dolma dolma. Zeytinyağı. Hadi oğlum. Allah Allah. Bəkir müəllim. Ay Bəkir müəllim. Maşın hazırdır, gəlirsiniz. Ata, bəlkə mən gəlməyim. Anam vəziyyətini görsən də göz önündədir. Özü də bir gün evdə olmayacaq. Bir gündən heç nə olmaz. Bibinə demişəm gəlib baxacaq. Buradadır. Mən gedirəm. Bir gün olmayacaq. Evlər sənə əmanət. Yuxarıya nə lazım olsa verərsən. Gedə bilərəm. Mən gələnə qədər də deyirəm Allah kərimdir. Ha oğlum dikkat et lan arkanda lan. Arkanda aslan geliyor lan. Lan yiyecek ha yiyor işte. Hah. Yiyecek dedim de ben de şimdi bir şey de yesem iyi olur ha. Hadi sen de bir aslan ol bakayım. Bir kıkırma şöyle. Bir kalk yerinden. Bir yere. Bu şimdi bu tarafa doğru bir gideyim ben. Bir dolaşayım şöyle bir kolaçan edeyim bakayım. Nerede ne var ne yiyeyim ben göreyim şimdi. Vay be. Maşallah. Yenge. Sen de mi burada yatıyorsun ya? Allah. Bak ne diyeceğim hadi kalk. Bana bir şeyler hazırla çünkü ben fena acıktım. Bir şey yiyeyim ya. Bir dolma molma falan gibi. Ulan ben de bugün dolma hiç kimse yapmıyor ya. Ha? Yenge bak aramızda kalsın sana ben bir şey söyleyeceğim şimdi. Kocan var ya kocan o senin o kocan. Oo. Arkandan ne dolaplar çeviriyorsun haberin var mı? Yok. Sen burada ne yatsın? Ya adamın sevgilisi var. Ha. Benden duymamış o. Yatlar, kaslar, arabalar, bir sürü şeyler, paralar alıyor veriyor ya. Sen de burada böyle ayakta uyutuyor seni ya. Ama ben gidiyorum şimdi. Uyanır beni görür, şakadan bir daha bayılırsın. Aslında sen beni tanısan yakından var ya, harbiden bana bayılırsın yani. Hadi bir uyku var. Ulan pis mahlukat. Hayır bırak böyle bırak biraz içeyim ya. Sen hadi yuvana git. Oh. İyi ki varsın be dostum. Ya sen de olmazsan burası hiç çekilmez biliyor musun? Yemin ederim hiç çekilmez ya.
Hani gelmeyeceklerdi bunlar? Hani yalnız kalacaktık bunlar? Ben anlamadım ki arkadaş ya. Ya bir bırakın, bir iki gün şurada bir rahat edeyim ya. Sen yerine git. Allah'ım yarabbim ya. İki nəfər keçsin. Kesin. Ehtiyatlı olun. Oh! Ulan bir yakalarsam var ya, ağzını bunu dönmeyeceksin bana sen şerefsiz. Oh! Kaçma lan! Kaç bir şey de oldu. Gördün mü? Hepsini tarumar ettim. Ağzını bunu kırdım hepsini. Beni çalmaya gelmişler ya. Ne oldu? Ne oldu? Heykel dirildi. Sen başın xarabdır, heykel. Deyirəm heykel dirildi. Ay, heykel açandan dirilir ha. Hamı qaçıb, uşaqlar hamı qaçıb. Ay. Deməli heykel şeyləyirlər ha onlara, gizlədiblər. Eybi yox. Sür başını, sür. Mən bilirəm nə edəcəm. Sür! Dursun abi. Dursun abi. Dursun abi qal. Vallahi ne oluyor abi? Atam gələcək birazdan. Gəlib belə görməsin. Özdə bu evin halı nədir? Bu nədir? Nə baş verib burada? Oh. Vay 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 vay. Ulan sen beni ne kaldırıyorsun lan? Ha, ne uyandırıyorsun lan sen beni? Ya anlamadım ki arkadaş, ben bekçi miyim yoksa heykel miyim ya? Ya sabaha kadar ben burada hırsızdan, uğursuzdan sabaha kadar kavga ettim ya. Siz gidin kenarda eğlenin, gezin, tozun. Ben burada bekçilik yapayım. Olacak iş mi? Ben seninle böyle anlaşmadım arkadaş. Dursun abi, sən nə danışırsan? Nə oğru? Oğru necə girə bilər? Pəncərə bağlı, qapı bağlı, həyətdə də bağban var. Necə olur ki oğru girir? He ya, pencere bağlı, kapı bağlı. Ya girdiler işte sabaha kadar, ben ondan kavga ettim diyorum, anlamıyor musun sen ya? Hayret bir şeysin ya. Her tarafım ağrıyor arkadaş benim. Sənin üstün başın dağılır, biz gözünün rəngi gedib. Gözlə mən geyim rəng gətirim. Otur burada, qalxma, atam gəlib görər. Oğru, mən də gör atama deməyim. Mən nə haydayam, sən nə hayda. Ömrümə kimsən, al, keç otaq var. Götür de zibili. Alo, kulak as. Dedim sana kulak as. Keçirik B variantına. Sen onu dediğin kız var idi ya. Birinci onu ele keçirik. İşte sonra da onun elinden Bekir'i. Oldu. Ben o heykeli öz ayaklarından buraya getirim, o da baksın. Ay Bəşir müəllim, sən hardasan axı? Maşını aldın əlimdən çıxdın getdin. Bu ki hara getdi axı? Hara yoxa çıxdı bu? Ay Bəkir müəllim. Bəbiş, heykəli hələ satmadın. Bir müşteri var, yaman həvəskardır. Bir-iki günə satacağım geçsin. Mənə verdiyin sözü unutmamısan? Demişəm alacağım.
Bir dənəsən də. Ona görə səni çox istəyirəm. Bəli. Hə, bilirdim elə sənsən. Yaxşı. Yaxşı. Gələrəm danışarıq. Gələrəm danışarıq. Gələrəm danışarıq. Gələrəm danışarıq. Nəsə problem var? Mən evdə hər gün problemin içindəyim. Paket hazırdır. Sen kimi aldatırsan? Ben seni orada gördüm. Çok sevindim ki yakın bir adamımı gördüm. Benim işimi aparacak ama sen alçallık edirsən, ha? Sen... Kimi aldatırsan sen? Bu ne oyunlardı, ha? Bilmez. İstedin, verdin pulu. Verdin, ha? Dediğin kadar pul verdin. Ama bu nedir? İnana bilmədim. Mən bilmədim ki, belə alınlar. Zıbrıy! Alçaq! Atam hardadır? Sen niye atam yanında değilsin? Əşi, mən nə bilim, haradısan atam. Bəxtə axtarmadım, yer qalmayıb. Ki, telefonu var, zəng elə də. Yoxdur kişi. Zəng çatır ona. Harda olar ha bu kişi? Ne geçti? Tebrik ederim. Dayan. Bekir. Necəsən? Sen mənə nə maşın almaq istəyirsən? Sen ne maşın istersen? Sen ben istediğin maşını alabilirsen. Ha? Sen kimsin ha? Ayıp olsun. Ben tanımadım sana. Ha, tanıdım. Yalancı iş adamı. Olmaz. Göçey dedi ya. Yalancı iş adamı. Demeye öyle. Benden ne istiyorsun? Heykeli. Şimdi her şey malum oldu. Bas. Eşit. Eğer heykel burada olmasa senin dikelerini ben kulağın boyda eləyəcəm. Eşitdin? Yığ. Yığ bunun köməkçisi var ona. Ona deyirsən ki, heykeli bura getirir, eşitdin? Eşitdin mənə? Bu haradır? Dinlendiyim hara getirsin. Cəhənnəm. Narahat olma. Konum göndereceğim oraya. Tut bunun kulağına. Şimdi zəng edir bu qaça qaçda. Aç gör. Bəli. Bəkir müəllim, sizsiz? Şükür Allaha. Kişi bəxtən sən hardasan? Şəhərdə sən axtarmadığım yer qalmayıb. Bütün şəhəri ələhvələ eləmişəm, yoxsan. Rəşad abi Silvanı. Atan səni istəyir. Hə ata? Aşağıda oğlum. Bana dikkatle kulak as. Görsen ne yapayım. Kulaq as. Eşitsən məni. Eğer heykel burada olmasa bir de atomu görmeyeceksin. Yaxşı? Çaşarsan birden polise haber verersen. Onu mənə incimə. Eşitdin?
başa düşdün mü məni? Ay sağ ol. Akıllı oğlan. Ürəyim partladı, nə olub? Yaraşıq. Bəkir. İndi görək. Sən oğlun səni çox istəyir yoxsa pulları? Onun oğlu olan bilər. Səni kimsə yox. Ya tamam o kadar panik yapma ya. İlla ki bir plan yaparız. Bir çaresi vardır ya. Allah Allah. Dursun abi, necə panik yapmayayım? Atamı qaçırıblar. Ya tamam ben şimdi bir plan yaparım. Onu kurtarmanın yollarını arar buluruz yani. Ama bize şey lazım şimdi. Əsl heykəl lazımdır. Bizə əsl heykəl istəyirlər. Tamam asıl heykel de heykel daha bitmedi ki. Yok yani heykel. Bir dakika ya. Sen polise gitsene kardeşim. Yo. Dedi polisə getsən atamı öldürərəm. Mən polisə gedəmərəm. O riski göz alanmaram. Mən səndən əvvəldən şübhələnmişdim. İlk evə gələn heykəllə səndə fərqi bilirdim. Ya neyse tamam bunun konumuzda bilgisi yok ya. Allah Allah. Şimdi benim anlattıklarımı iyice dinlediniz mi? Anlaşılmayan bir şey var mı? Mən bir şeyi başa düşmədim. Neyi başa düşmedin? Dursun əmi heykəl deyə mafiyaya verməkdənsə, biz də mafiyanın başçısını qaçırdıb, əvəzində də heykəli mafiyanın adamlarından istəyək. Mahir, sən başın gedib deyəsən. Niyə ki? Əsl heykəl mütəllim qaydadır. Dəlisənsə? Haqqın. Onda biz də mütəllim dayını qaçırdaq. Oğlum sen küçükken beşikten falan mı düştün? Allah Allah. Hə. Mahir, eşitirsən mən qardaşım. Sən danışma, sus. Elən yaxşı sən evdasım yanında qal. Nəysə, durun gedək. Vaxtımız yoxdur. Mənim qardaşımın həyatı milyonlardan irəlidir. Kapıdan tez! Zibiller. Ay başırmadım! Başırmadım! Ay başırmadım! Mənə görüyüm! Mən baxım! Mən ata əvəzim! Əlim ağaz! Açıram! Ha diyemem kimdi bu? Ben Dursun. Heykel Dursun. Tanımadı ha beni.
Rəhçəllərimi idi. Hadi geçmiş olsun. Şimdi mənə başa salın görün. Bu ne məsələdir? Hani benim heykelim? Senin heykel bir kazaya kurban gitti. Yani çocuklar bir dikkatsizlik yapıp heykeli kırmışlar. Ya büyüklük sende kalsın ya, ne olacak? Affet gitsin ya. Ben ona 2 milyon pul vermişəm. Bilirsən bu nədir? Doğrudur. Bilirim. Bak, her şey para pul değil. Zamanında ben de çok zengindim, çok param vardı. O geldi geçti. Allah verdi, Allah aldı. Yani şimdi senin oğlunun 2 milyon değeri yok mu? Yaklaş oğlum ya. Başı dik tut. Sen o 2 milyonu hayatında ödedin. Elə hamınız. Çok sağ olun. Eğer bu heykel sınmasaydı, ben indi hayatta yok idim. Her işte bir xeyir var. Ben heykelimi tapdım. Ama beni yaman inandırdın ha heykel olmağa. Ne yaparsın? Ne yapıyoruz şimdi? O zaman şimdi bunu kutlayalım, bir yere gidip 2 kadeh bir şey atalım. Hadi bakalım.